Salam. Bugünkü mövzumuz nuklein turşularıdır. Nuklein turşuları ilk dəfə Mişer tərəfindən leykositlərin nüvəsində tapılıbdır. Latın dilində də nüvə nukleus anlamına gəlir. Ona görə nuklein turşuların adı da buradan götürülübdür. Ola bilər ki, test həllərində qarşımıza karyon sözü də çıxsın. Karyon da yenə nüvə deməkdir, amma Yunan dilində karyon nüvə deməkdir. Amma yəni nuklein turşuların adı Latın dilindəki nukleus sözündən götürülübdür. Lakin sonralar məlum oldu ki, tədqiqatlar nəticəsində nuklein turşuları mitoxondridə, plastidlərdə, ribosomlarda, hətta stoplazmada da rast gəlinir. Və nuklein turşuları karbohidratlar, zülallar, yağlar kimi üzvü maddələrdirlər. Hətta biopolimerlərdirlər. Biopolimer nə deməkdir? Biz zülalların quruluşunu yadımıza salsaq deyirdik ki, polimer birləşmələr monomerlərdən təşkil olunubdur. Məsələn, biz polimer birləşmələri bir zəncir kimi fikirləşsək, zəncirin bir halqası monomer olsun, monomer. Mono sözü bir, mera hissə deməkdir. Bu halqalar birləşərək ümumi bir zənciri yaradırlarsa, artıq biz bu ümumi uzun zəncirin adına isə polimer birləşmə deyirik. Polimer, yəni monomerlər birləşərək polimeri yaradırlar. Məsələn, zülal polimer birləşmədir. Bəs yaxşı, zülalın monomeri nədir? Amin turşulardır. Amin turşular birləşərək zülal molekulunu yaratmış olurlar. Eləcə də nuklein turşular da monomerlərdən təşkil olunubdur. Deyə bilərikmi ki, bütün üzvü maddələr polimerdir? Xeyr, bütün üzvü maddələr polimer deyil. Sadə quruluşlu üzvü maddələr də var. Sadəcə olaraq biz deyirik ki, zülallar, karbohidratlarda nişasta, selüloza, xitin, pektin, glikogen, nuklein turşuları polimer birləşmələrdirlər. Və bu polimer sözün əvvəlinə bio sözünü artıranda olur biopolimer, yəni canlıların bədənində rast gəlinir bu biopolimerlərə. Ona görə biz bunlara biopolimer birləşmə deyirik. Nuklein turşuları, iki növ nuklein turşumuz var. Dezoksiribonuklein turşumuz DNT və ribonuklein turşumuz RNT. Bəs dedik ki, onlar da biopolimer birləşmədir. Bəs onların monomeri nədir? Onların monomeri isə nukleotiddir. Baxsaq ki, hər bir nukleotid 3 hissədən ibarətdir. Birinci hissə azot əsası, ikinci hissə 5 karbonlu karbohidrat, yəni pentoza qalığından, üçüncü hissə ortofosfat turşusu qalığından, yəni bildiyimiz fosfat turşusunun qalığından ibarətdir. Düzdür, müqayisə oluna bilməz, amma yenə də yazın buradakı zülalların tərkibində deyirdik ki, amin turşular var və həmin amin turşular 3 hissədən ibarətdir deyirdik. Amin qrupundan, karboksil qrupundan və radikal qrupundan ibarətdir. Və zülalları əmələ gətirən 20 amin turşu həmin radikallarına görə fərqlənirlər. Bu da 3 hissəlidir. Məsələn, bunu da 3 hissənə müqayisəli yadımızda saxlaya bilərik. Yenə də deyirəm, buradakından bunun müqayisə olunmaz. Çünki buradakı o hissələr sərbəst funksiya yerinə yetirə bilmirlər. Hüceyrədə sərbəst halda biz onu az görürük. Amma nukleotidlərin tərkibindəki azot əsası, 5 karbonlu karbohidrat, pentozanı, hətta fosfat turşusunu sərbəst halda stoplazmada biz hüceyrənin içərisində, hər hansı bir orqanoidin içərisində görə bilərik. Yəni ona görə də sadəcə hissəyə görə müqayisə eləyək dedim. Deməli, nuklein turşuları DNT və RNT, yəni dezoksiribonuklein turşusu və ribonuklein turşusuna ayırdıq. Və birinci yerdə duran hissəmiz oldu azot əsası, yəni nukleotidlərin birinci yerdə duran hissəsi oldu azot əsası. Azot əsasımıza kitabda baxsaq, 5 növ azot əsasımız var bizim. 5 növ azot əsasımızın adenin, guanin, sitozin, timin, urasil olaraq adlandırıblar. Bunlardan testlərdə qarşımıza gələ bilər ki, ortaq olanları. Adenin, guanin, sitozin ortaqdır. Həm RNT-nin tərkibində, həm də DNT-nin tərkibində var. Timin yalnız DNT-də, urasil isə yalnız RNT-dədir. Onda ümumi ortaq olaraq 5 növ azot əsasımız var. Amma DNT-nin tərkibində 4 növü, RNT-nin tərkibində də 4 növ azot əsasına rast gəlinir. DNT-nin azot əsasları adenin, guanin, sitozin, timin, RNT-nin azot əsasları adenin, guanin, sitozin və urasildir. Bu azot əsaslarına yaxından fikir versək, həmin azot əsaslarının quruluşunda görərik ki, biri bir halqadan, o birisi isə 2 halqadan təşkil olunubdur. Və ona görə də biz həmin azot əsaslarını 2 yerə ayırırıq. Purin azot əsasları, pirimidin azot əsasları. Purin azot əsaslarına adenin və guanin, pirimidin azot əsaslarına isə sitozin, urasil, timin aiddir. Adeninin tərkibinə baxsaq guaninlə hər ikisi 2 halqadan ibarət olan bir quruluş yaradırlar. Amma sitozin, urasil, timin isə bir halqadan ibarət olan quruluşdadırlar. Ona görə onlar kütləcə
adenin guaninə kütləcə bərabərdir və böyükdürlər sitozin, urasil timindən kütləcə, bir də təkrarlayım, kütləcə ölçücə daha böyükdürlər o birisi azot əsaslarından. Digər bir tərəfdən baxsaq, oksigenin olub olmadığına görə, çünki bu bizim testlərdə qarşımıza gələr. Tərkibində oksigen olmayanlara baxsaq, diqqətlə fikir versək, oksigen olmayan adenindir. Adeninin tərkibində oksigen yoxdur. Sonra gəlir bir oksigenlilər. Bir oksigenlər guanində bir oksigen var, sitozində bir oksigen molekulu var. Bəs iki oksigen molekulu isə urasil və timində isə iki oksigen molekulu olmuş olur. Bu da oksigenin olub olmadığına görə ayırdıq biz. İndi isə azot əsaslarını bildiyimizə görə karbohidrat hissəsinə baxaq. Dedik axı ki, burada yuxarıda nukleotidin ikinci hissəsində 5 karbonlu karbohidrat qalığı pentoza durur. Və biz pentozanı karbohidratları keçəndə demişdik ki, pentozalar 5 karbonlu karbohidratlardılar və onları biz iki formasını öyrənirdik. Əslində iki cür deyil, çoxdur. Sadəcə biz iki formasını öyrənirdik. Dezoksiriboza və riboza. Dezoksiriboza DNT-nin tərkibində rast gəlinir, ribozaya isə RNT-nin tərkibində rast gəlinir. Və burada dezoksiribozanın, ribozanın quruluşu verilibdir və fikir versəz, ribozada dezoksiribozadan fərqli olaraq burada hidroksil qrupu olmuş olur, yerləşmiş olur. Nukleotidin üçüncü hissəsində duran ortofosfat turşusu qalığı isə fosfat turşusunun qalığı, yəni hər iki nuklein turşusu üçün ortaq götürülür. Və yuxarıda qeyd edilənlərdən əsasən biz DNT və RNT-nin nukleotidlərini çəkməyə çalışaq. Və burada yazmışam DNT-nin nukleotidləri və RNT-nin nukleotidləri. Fikir versəz, DNT-nin nukleotidlərində adenin dezoksiriboza fosfat, guanin dezoksiriboza fosfat, sitozin dezoksiriboza fosfat, timin dezoksiriboza fosfat. Yəni karbohidrat hissəsində durur dezoksiriboza, burada karbohidrat hissəsində durur riboza. Məhz biz nuklein turşularını da karbohidrata əsasən adlandırmışıq. Testlərdə qarşımıza gəlsə ki, biz DNT və RNT-ni nəyə əsasən adlandırmışıq? Əlbəttə ki, karbohidratına görə. Çünki biz DNT-yə dezoksiribonuklein turşusu, RNT-yə isə ribonuklein turşusu deyirik. Və ona görə də nukleotidlərin karbohidrat hissəsi fərqli olur. Bir də testlərdə qarşımıza gələ bilər ki, DNT və RNT-də neçə növ azot əsası var? Deyirik ki, 5 növ azot əsası var. Ümumi birlikdə, ortaq olaraq 5 növ azot əsası var. Amma ayrı-ayrılıqda 4 növ azot əsası DNT-dədir. Yuxarıda qeyd etdiyimiz kimi 4 növ azot əsası RNT-dədir. Bəs neçə növ nukleotid var desə, 8 növ nukleotid var. 8 növ nukleotid var. 8 növ nukleotid ortaqdır. 4 növ nukleotid DNT-dədir, 4 növ nukleotid isə RNT-dədir. DNT-nin nukleotidləri RNT-nin nukleotidlərindən nəyinə fərqlənir? Məsələn, deyir ki, DNT-nin adeninin nukleotidi RNT-nin adeninin nukleotidindən nəyinə görə fərqlənir? Deyirsən ki, 5 karbonlu pentozasına, yəni karbohidratına görə fərqlənir. Eləcə də guanin ona görə fərqlənir, sitozin, amma timin isə həm azot əsasına görə, həm də karbohidratına görə. Urasil də həm azot əsasına, həm də karbohidratına görə fərqlənir. Yəni, timin RNT-də, urasil isə DNT-də rast gəlinmir. Onda ümumiləşdirsək, DNT-də 4 növ azot əsası, 4 növ nukleotid, RNT-də 4 növ azot əsası, 4 növ nukleotid olar. Ola bilər ki, testlərdə bizdən soruşulsun ki, adenin nukleotidini ortaq götürə bilərikmi? Əlbəttə ki, götürə bilərik. Bu, DNT-nin adeninin nukleotidi, bu isə RNT-nin adeninin nukleotidi. Nasıl ki, tərkibində karbohidratı fərqlidir. Amma ümumi olaraq biz buna adenin nukleotidi deyirik də. Ona görə biz bunu ortaq götürə bilərik. Eləcə də guanini ortaq götürə bilərik. Yəni, guanin nukleotidini, sitozin nukleotidini də ortaq götürə bilərik. Bu, bizim testlərdə qarşımıza gələn suallardır. DNT və RNT-nin quruluşuna ümumi baxsaq isə, fikir versək, burada DNT 2 zəncirdən ibarət quruluşdadır, RNT isə 1 zəncirdən ibarət quruluşdadır. İndi isə RNT-nin zəncirini yığmağa çalışaq. Zənciri yığmamışdan əvvəl bir fikir çatdıraq ki, adenin azot əsası timinə komplementardır, guanin azot əsası isə sitozinə komplementardır. Komplementar sözünün mənası komplementarum tamamlamaq deməkdir. Yəni, sanki bir açar qıfıl kimi bir-birlərinə uyğunlaşan cütlüklərdir. Adeninlə timin, guaninlə sitozin. Və bu deyilənlərə əsasən biz
DNT-nin 2 zəncirini burada qeyd etmişəm. Baxsaq bu DNT-nin birinci zənciri, bu isə ikinci zənciridir. Və DNT-nin zəncirlərində adenin qarşısında timin, guanin qabaqçısında sitozin, sitozin guaninə, timin adeninə bu cür komplementarlıq yaranır. Və adeninlə timin arasında həmişə 2 qat rabitə, bunlara hidrogen rabitələri deyilir, hidrogen rabitələri. Yəni 2 zəncir, bax bu gördüyümüz DNT-nin 2 zənciri bir-birlərinə hidrogen rabitələrindən birləşir. Həmin bu ortada göstərilənlər, bax bunlar bizə hidrogen rabitələridir. Sitozin guaninə 3 qat, timin adeninə 2 qat, sitozinlə guanin arasında yenə 3 qat rabitə var. Yəni 2 zəncir bir-birinə hidrogen rabitəsi ilə birləşir. Bəs yaxşı, bir zəncir öz aralarında necə birləşir? Bax burada göstəribdir. Pentoza fosfat spiralı. Bu isə bir zəncirin öz arasında birləşməyini göstərir. Bir zəncir isə nukleotidlər, əlbəttə ki, havada durmurlar ki, belə bir nukleotid digər nukleotidlə, bunun karbohidratı ilə digərinin fosfatı, bunun karbohidratı ilə aşağıdakının fosfatı və bu cür öz aralarında birləşmə əmələ gətirərək zəncir birləşir, əmələ gətirir. Deməli, testlərdə qarşımıza gəlsə ki, DNT-nin bir zənciri, yəni ki, fərqi yoxdur, hər hansı bir zəncirində nukleotidlər hansı rabitə ilə birləşir? Kovalent rabitə ilə. Buradakı pentoza ilə, yəni dezoksiriboza ilə fosfat arasındakı bu rabitənin adına kovalent rabitə deyirlər, kovalent rabitə ilə. Bəs yaxşı, 2 zəncir bir-birinə hansı rabitə ilə birləşir desə, hidrogen rabitəsi ilə birləşmiş olur. Bu oldu bizim DNT-mizin quruluşu. Bir də təkrarlayaq, adenin timinə, guanin isə sitozinə komplementardır. Bir zəncirdəki rabitələrimiz kovalent rabitələrdir. Əlbəttə ki, bunlar da kovalent rabitələrdir. Bu fosfat, dezoksiriboza arasındakılar da kovalent rabitələrdirlər. 2 zəncir isə bir-birinə hidrogen rabitəsi ilə birləşir. RNT-də tək zəncir olduğuna görə bu RNT-də hidrogen rabitəsi yoxdur. Hidrogen rabitəsi olan RNT-miz var. Onun haqqında da danışacağıq ki, ona nəqliyyat RNT-mizdə hidrogen rabitəsi var. Sadəcə hələ ki DNT haqqında ümumiləşdirmə aparaq. Birinci zəncir və yaxud da ikinci zəncir fərqi yoxdur. Yaranan zaman dedik ki, birincinin karbohidratı ilə o birisinin fosfatı arasında kovalent rabitə yaranır. Və beləliklə nukleotidlər alt-alta düzülərək birinci zənciri yaradırlar. Və əlbəttə ki, buradakı dezoksiriboza ilə buradakı fosfat arasında rabitə yaranan zaman su çıxır. Yəni elə belə rabitə yaranmır ki, orada müəyyən bir rabitə yaranan zaman su molekulu ayrılır. Ona görə də bir zəncir yarananda neçə nukleotid varsa, N nukleotidlərin sayıdır. N-1 qədər də su ayrılmış olur. Eləcə də 2 zəncirdən N qədər nukleotid varsa, N-1 qədər su ayrılmış olur. 2 zəncirdən, yəni 2 desək ki, DNT molekulunda, DNT məsələlərində zəncir sözünə, zəncir və molekul sözünə diqqət etmək lazımdır. Zəncir deyəndə bir zəncirdən söhbət gedir, ya bundan fərqi yoxdur. Zəncir deyə, amma molekul deyəndə ikisindən birlikdə söhbət gedir. Zəncirdən nə qədər su ayrılıb desə N-1 qədər, hər iki zəncirdən ümumi isə N-2 qədər DNT molekulu yarananda su ayrılmış olar. Məsələn, deyirik ki, 20 dənə nukleotiddən ibarət olan DNT molekulunun nə qədər su ayrılıbdır desək, 18 molekul su ayrılıbdır. Və əgər desək ki, nukleotidlər arasında kovalent rabitə sayı, əlbəttə ki, o da suyun sayına bərabərdir. Yəni, N-2 qədər su ayrılıbsa, N-2 qədər də kovalent rabitə var. Amma hansı kovalent rabitədən gedir söhbət? Nukleotidlər arası kovalent rabitədən. Yəni, bir nukleotidlə ikinci nukleotidin arasındakı kovalent rabitənin də yenə də tapılması N-2 düsturu ilə hesablanır. Çünki sonra kovalent rabitələr haqqında əlavə bir düsturda qeyd edəcəm. Yox, əgər desək ki, DNT molekulunda pentozalarla, yəni dezoksiribozalarla fosfat turşuları arasındakı olan kovalent rabitə sayını tapın desə, yəni onda həm bu kovalent rabitələrini götürürük, həm də özlərinin fosfatları arasındakı kovalent rabitələri götürmüş oluruq. Yenə də fərqli ruçqadan göstərək, yəni həm bu kovalent rabitələrdir və yaxud da qeyd etdiyimiz kimi bunları götürməliyik, həm də bunlar bu kovalent rabitələri götürməliyik. Onda onları hesablama düsturu isə 2N-2 düsturundan istifadə edərək karbohidratlarla fosfatlar arasındakı kovalent rabitəni tapmış oluruq. Yenə də burada N dəyişmir, nukleotidlərin sayını göstərmiş olur.